Avropa İttifaqı Şurasının prezidentinin mart ayında səfəri zamanı bu rəqəm söyləndi ki, yanvar ayında, 2026-cı ilin yanvar ayında Azərbaycanın ticarət dövrəsinin 50%, yəni yarısı təkcə Avropa İttifaqı ölkələrinin payına düşüb. Bu böyük rəqəmdir. Və eyni zamanda bizim Avropa ölkələrindən iki əsas istiqamətdə əlaqələrimiz inkişaf edir. Bundan biri ənənəvi neft-qaz istiqamətidir və nəzərə alsaq ki, 2022-ci ildə bunu cənab Koşta da, cənab İlham Əliyevlə, prezidentimizlə görüşündə vurğuladı ki, 2022-ci ildə, yəni 4 il bundan öncə Versalda Avropa İttifaqı Şurası qərar qəbul edib ki, deməli biz bundan sonra yaşıl enerji ilə bağlı sahələrə də xüsusi önəm verməliyik və biz eyni zamanda əsas qərarın mahiyyəti o idi ki, biz deməli bu enerjinin şaxələndirilmə siyasəti, mənbələrin şaxələndirilmə siyasətini həyata keçirməliyik. Bu çox vacibdir. Xüsusilə Rusiya-Ukrayna müharibəsi məsələsində bu ideya aktuallaşdı. Yəni bir mənbədən deyil. Məsələn, bilirsiniz ki, bəzi hallarda olub ki, Rusiya Avropa ölkələrinə 179 milyard kubmetr qazı ildə satıb. Təxminən 180. Orta hesabına 150 milyard kubmetr qaz satışını həyata keçirib. Biz haradasa həmin vaxtlarda 8 milyard kubmetr qaz verirdik. Amma indi isə biz Avropaya 2027-ci ildə, yəni gələn illərdə 20 milyard kubmetr qazın ixracını planlaşdırırıq. Yəni hər il Azərbaycan orta hesabına 25 milyard kubmetr qazı ixrac edir. 25 milyard kubmetr. Onun bugün yarısı, təxminən 13 milyard kubmetrə qədərini biz Avropa ölkələrini ixrac edirik. Yəni 10 ölkədən söhbət gedir və onların sayı bugün getdikcə artmaqdadır. Yaxın zamanda yəqin ki, Çexiya da oraya qoşulacaq. Və bu həm də Avropa İttifaqının niyyətidir ki, Versalda razılaşmış ki, biz müxtəlif mənbələrdən alaq və bu günləri Azərbaycan Avropanın enerji təchizatında etibarlı yeni alternativ enerji mənbəyi funksiyasını həyata keçirir. Alternativ. Və bu çox vacib məsələdir. Həm də dediyim kimi, təkcə ənənəvi deyil, yaşlı enerjiyə keçid də çox önəmlidir. Bu istiqamətdə bizim böyük potensialımız var. Siz təsəvvür edin ki, Xəzər dənizində 157 gigavatlıq bizim deməli yaşlı enerji potensialımız var. Bizim bu günləri quruda 27 gigavatlıq, xüsusilə də külək enerjisi potensialımız var. İşğaldan azad olunmuş Qarabağ Şərqi Zəngəzurda 10 gigavatlıq. Görürsünüz necə böyük potensialdır. Yəni dünya Azərbaycanı yeni ampulada kəşf edir. Təkcə neft ölkəsi, təkcə qaz ölkəsi deyil, təkcə multikultural dəyərlərin paylaşdığı ölkə deyil, tolerantlıq ölkəsi, vətəni deyil. Eyni zamanda yaşlı enerji bir deməli ölkəsi kimi tanıyır və yeri gəlmişkən hörmətli Tural müəllim, sizin də iştirakınızla mənim elə bu yaxınlarda Azərbaycan Respublikasının enerji təhlükəsizliyi, ənənəvi enerji, yaşıl enerji keçid. Çox mükəmməl bir kitabdır. Mən oxudum, mən təbrik edirəm. Bir daha çox mükəmməl bir kitab. Onun bir müzakirəsi oldu. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində bizim hörmətli ziyalılarımız, dövlət xadimləri, ictimai xadimlər iştirak edirdilər. Və o tədbirdə də mən o cəhəti vurğuladım ki, cənab prezidentin görün nə qədər düşünülmüş siyasəti var. Yəni sözün həqiqi mənasında bu böyük bir fitri istedaddır ki, 2003-cü ildə xalq onu prezident seçir. 2004-cü ildə, yəni 22 il bundan öncə deyir ki, daha demir, təşəbbüslə çıxış eləyir və Azərbaycanda deməli yaşıl enerji inkişafı ilə bağlı dövlət proqramını qəbul edir, onu imza atır. 2004-cü ildə yaşlı enerji ilə bağlı. Bərpa olunan enerji mənbələrinə bağlı dövlət orqanı yaradılır. Bəli, və elə bərpa olunan enerji ilə bağlı dövlət proqramından söhbət gedir və ona müvafiq qurum yaradılır. Siz fikir verirsiniz, 22 il bundan qabaq görə biləsən ki, bugünkü dünyada nələrə tələbat olacaq və hansı məsələlər qlobal mahiyyət kəsb edəcək. Bugün Avropa ölkələri bizdən deməli, yaşıl enerji məsələsində bizimlə çox sıx əməkdaşlıq edirlər və cənab Koşta da mart ayında Bakıda olarkən qeyd edər ki, biz orta dəhliz ideyasını dəstəkləyirik və onun komponentlərinin genişlənməsi bizi sevindirir. Komponent deyəndə o, deməli, Zəngəzur dəhlizini nəzərdə tuturdu. Çünki Zəngəzur dəhlizi ilə bilirsiniz ki, bir həm də yaşıl enerjinin ixracını həyata keçirmək istəyirik, elektrik enerjisinin ixracını həyata keçirmək istəyirik və bizdən həmin o xətlə artıq Naxçıvana, oradan da
Türkiyə oradan Avropaya nəqli reallaşsın. Bu çox unikal addımlardır.